Hər vaxtınız xeyir mənim dəyərli izləyicilərim. Ümid edirəm ki, əhvalınız, keyfiniz yerinizdədir. Gəlin bu gün sizlərə yeni qaydalar əsasında daha da konkretləşdirilmiş materiallar əsasında əfsanələrlə sehrli nağılların fərqinə baxacağıq bu gün. Əfsanələr və sehrli nağılların fərqinə baxmamışdan əvvəl sizlərə şifahi xalq ədəbiyyatı haqqında, ümumiyyətlə onun növləri və janrları haqqında cüzi miqdarda məlumat vermək istəyirəm. Məlumdur ki, şifahi xalq ədəbiyyatında onun yaranmasına görə, onun müəllifinin olmamasına görə bu cür adlandırılır. Şifahi xalq ədəbiyyatının müəllifi yoxdur, ağızdan ağıza keçərək yarandığı üçün ağız ədəbiyyatı adlandırılır və burada həyata keçirmə baxımından ədəbiyyatda bilirik ki, 3 dənə, yəni lirik, epik, dramatik olmaqla 3 dənə növ əmələ gəlir ki, onlar özünü burada da büruzə verə bilir və adını çəkdiyim sehrli nağıllar və əfsanələr də epik növün şifahi xalq ədəbiyyatında janrlarıdır. Baxın, nağıllar və əfsanələr. Deməli, mən müəllifəmsə, əgər həyatda baş verən hər hansı bir hadisədən təsirlənirəmsə, ona uyğun olaraq duyğularımı əks etdirmək istəyirəmsə, oxuculara duyğularımı çatdırmaq istəyirəmsə, bu zaman üst tutacağım növ lirik növ olacaq. Yox, əgər o hadisəni gördüm, hadisəni oxuculara çatdırmaq, nağıl etmək, danışmaq, ümumiyyətlə söyləmək istəyirəmsə, bu zaman mən epik növə üstünlük verəcəm. Və yaxud da həmin hadisəni gördüm, onu oxuculara göstərmək istəyirəmsə, göstərmə üsulunun özündə büruzə verdiyi dramatik növə üst tutacam. Həm lirik olsun, həm dramatik olsun və yaxud da epik növ olsun. Bunların həm şifahi xalq ədəbiyyatında janrları var, həm də ki, yazılı ədəbiyyatda janrları var. Sehrli nağıllarla əfsanələr isə şifahi xalq ədəbiyyatında epik növün janrlarından hesab olunur. Yəni ümumiyyətlə əvvəlki qaydalar əsasında ümumiyyətlə biz əfsanələr və sehrli nağıllar necə öyrənmişik? İlk növbədə ona nəzər yetirək. Daha sonra daha da konkretləşdirilmiş materiallar əsasında həm sehrli nağılların, həm də ki, əfsanələrin bir-birindən fərqləndirilən xüsusiyyətlərinə nəzər yetirərik. Baxın, burada şifahi xalq ədəbiyyatının janrlarından olan əfsanələr haqqında kifayət qədər dolğun məlumat təqdim etmişəm. Ümumiyyətlə, hal-hazırda yeni çıxan 6-cı sinif vəsaitində də məsələn, orada yeni əfsanələr qeyd olunub. Su həsrəti və qanlı daş olmaqla 2 dənə əfsanə qeyd olunub. Daha sonra da məsələn, orada müəyyən qədər məlumatlar qeyd olunub ki, əsas konkretləşdirilmiş xüsusiyyətlər budur və buna uyğun olaraq da əfsanələrlə sehrli nağıllar fərqlənir bir-birindən. Ümumiyyətlə, əfsanələrdə necə olurdu? Əfsanələrdə belə deyim, xalqın əski dünya görüşünə uyğun olaraq burada uydurma, hal-hazırda yəni müasir insanın, müasir ağılla, düşüncə ilə düşünən insanın ağlına sığmayacaq fantastik və uydurma hadisələr orada özünü müəyyən qədər büruzə verirdi. Məsələn, orada necə olurdu? İnsan daşa çevrilə bilərdi və yaxud da nə bilim müxtəlif canlılara çevrilə bilərdi. Canlı varlıqlar, cansız varlıqlara məxsus olan hər hansı bir xüsusiyyətli özlərini götürə bilərdi. Ümumiyyətlə bu kimi hal-hazırda ağlımıza sığmayan uydurma və möcüzəli hadisələrdən bəhs olunmaq əfsanələrdə özünü büruzə verirdi. Təbii ki, indi bu kimi məsələn insanın müxtəlif canlılara çevrilməsi sehrli nağıllarda da özünü göstərirdi büruzə. Lakin indi irəliləyən dəqiqələrdə sehrli nağıllarla əfsanələrin fərqini daha da konkretləşmiş qaydada izah edərkən bu kimi məsələlərə də toxunacağam. Əfsanələr mövzu və deməli məzmun etibarilə 4 qrupa bölünür. Burada qeyd etmişəm. Ümumiyyətlə baxın, Su həsrəti adlı əfsanədə, 6-cı sinif vəsaitində hal-hazırda daxil edilmiş həmin o əfsanədə Ceyran adlı obraz Allaha dua edərək çevrilir qaya, daşa. Yəni gördünüzmü, canlı bir varlıq çevrildi nəyə? Cansız bir varlığa çevrildi. Möcüzəli, uydurma bir əhvalat baş verdi orada. Yəni əfsanələrdə bu kimi uydurma, fantastik hadisələrin baş verməsi canı qanı özəyidir. Gəldi keçin nağıllara. Nağıllarda necə olur? Nağıllarda da məsələn, təbii ki, nağılların növləri var da özünə məxsus. Məsələn, var məşhur nağılları, baxın burada da qeyd etmişəm. Məşhur nağıllar var, sehrli nağıllar var, heyvanlar haqqında nağıllar var. Məzmun və mövzu etibarilə burada 3 qrupa bölünür nağıllar. Nağıllarda necə olur? Nağıllarda hadisələr bir baş qəhrəmanın ətrafında cərəyan edir. Nağılların özünə məxsus məsələn giriş hissəsi var, Qaravəli ilə başlaya bilir, Qaravəlilərlə başlaya bilir və yaxud da nə bilim özünə məxsus bir orada sonluğu da ola bilər. Məsələn, göydən 3 çalma düşdü. Biri oxucunun, biri tutaq ki, qoca kişinin, biri də nə bilim Əhmədin, Əhməd obrazının olduğu Ağıl Uşaq nağılından bəhs edirəm. Orada bu kimi hallar büruzə verir. Yəni özünə məxsus başlanğıc və sonluğu özünü göstərə bilər. Baxın, burada sehrli nağıllardan danışılarkən burada da qeyd olunub ki, məsələn, sehrli nağıllarda necə olur? Bir dənə baş qəhrəman olur və o baş qəhrəmanın ətrafında hadisələr cərəyan edir. Əsas müəllifin çatdırmaq istədiyi ideyanın daşıyıcısı həmin o baş qəhrəman olur. Və o baş qəhrəman burada məqsədi uğrunda gedərkən ona qarşı çıxan sehrli qüvvələr olur. Məsələn, cadu, tilsim və yaxud da əjdahalar və yaxud da divlər, sehrli divlər, pərlər və s. Bu kimi sehrli qüvvələr onun məqsədinin önündə bir növ əngəl kimi peyda olur. Amma eyni zamanda baş qəhrəmana kömək edən sehrli, xeyirxah qüvvələr də özünü büruzə verir. Məsələn, sehrli xalça olsun, sehrli at olsun və s. Yəni sümük quş da ola bilər. Bu kimi deməli sehrli qüvvələr də olur. Sehrli qüvvələrin xeyirxah olan da olur və bədniyyətli olan da özünü büruzə verir. Əfsanələrlə deməli sehrli nağılların bir-birindən əsas fərqi nədir? Necə özünü büruzə verir? Gəlin konkretləşdirilmiş qaydalar əsasında bunlara nəzər yetirək.
Əfsanələrdə də, sehrli nağıllarda da özünə məxsus belə deyim, sehrli qüvvələr, möcüzəli hadisələr olur, özünü büruzə verir və yaxud da əfsanələrdə, eyni zamanda nağıllarda, hər ikisində də möcüzəli hallar özünü büruzə verir. Məsələn, əfsanələrdə də nağıllarda olduğu kimi insan daşa, bulağa, qayaya və s. müxtəlif belə deyim, maddə varlıqlara çevrilə bilir. Nağıllarda bu cür çevrilmə baş verərkən əsas sehrli qüvvələrin hesabına baş verir. Baxın, fərq nə oldu? Bu cür çevrilmələrdə, məsələn, canlı insanın qayaya, daşa çevrilməsində əsas rol oynayan nağıllarda nə oldu? Sehrli qüvvələr. Amma əfsanələrdə söz, alqış, qarğış, bu kimi deməli mücərrəd sözün sayəsində bu cür çevrilmələr baş verir. Bayaqlar qeyd elədiyim Su həsrəti əfsanəsini oxusanız orada da özünü büruzə verir ki, əfsanələrdə, həmin o əfsanədə də Ceyran obrazı neynədi? Allaha yalvardı, Allahdan istədi ki, onu daşa çevirsin və o da daşa çevrilir. Yəni bu kimi çevrilmə sehrli qüvvələrin hesabına deyil, sözün hesabına baş vermiş oldu. Əsas fərqi kimi bu qeyd olunur. Eyni zamanda burada qeyd olunmuş bu cümləni nəzərinizə çatdırmaq istəyirəm ki, əfsanələrdə ad çəkilən daş, qaya, çay, bulaq maddi varlıq kimi mövcud olur. Nağıllarda isə belə bir hadisə rast gəlmir. Məsələn, bir dənə əfsanədir və orada ada çəkilən bir qaya olur. O qaya maddi varlıq kimi, yəni həqiqətən nə zamansa olmuş bir belə deyim qaya olur. Yəni maddi varlıq olaraq mövcud olan bir qaya, bulaq və yer adlarından burada çəkildiyinin şahidi oluruq. Bilirəm ki, əziz izləyicilərim, bu izahım sizlərdən ötürü çox faydalı oldu. Səhifəmi izləməyə alıb videolarımı bəyənib paylaşaraq dəstək olsanız çox sevinərəm. Onlayn dərslərimə qoşulmaq da mümkündür. Hələlik, Allah'a əmanət olun. Özünüzə yaxşı baxın.